Bir daha salam, sabahınız xeyirli olsun, hörmətli izləyicilərimiz. Xəbərin olsun, xoş gəlmişsiniz. Əgər yeni qoşulanlarınız varsa, qeyd edim ki, bugün icbari tibbi sığortadan danışırıq və studiyamızın qonağını təqdim edim sizə. Marketinq və İctimaiyyət Əlaqələr Departamentinin rəhbəri Aynur Əhmədova bizimlədir bugün. Xoş gəlmişsiniz Aynur xanım. Sabahınız xeyirli olsun. Aynur xanım, bugün günün sualı da xəbərin olsun, icbari tibbi sığorta ilə əlaqədar edir. Ümumən deyim ki, tibbi sığortadan istifadə edənlərin sayı və ümumən razı olanların sayı çoxdur, amma müəyyən suallar da var. İlk olaraq mən bir yeniliklə başlamaq istəyirəm. Biz bilirik ki, son aylarda əgər səhvim varsa düzəldim, bu göndəriş məsələsi olmadan müəyyən tibb müəssisələrindən birbaşa getmək olar. Bu hansı tibb müəssisələridir? Ümumiyyətlə, göndəriş olmadan getdiyimiz zaman hansı xəstəliklər bura daxildir? Yəni, hansı müayinələrdən keçə bilərək bunu bizim üçün aydınlaşdırarsınız? Bu suala cavab verməzdən öncədən qeyd edim ki, icbari tibbi sığorta hesabına təbbin tabeliyindəki bütün dövlət tibb müəssisələrinə birbaşa getmək mümkündür. Eyni zamanda Səhiyyə Nazirinin tabeliyindəki elmi tədqiqat institutlarına. O ki, qaldı sualınız bu icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin göndəriş qaydasının verilməsi qaydalarına olan dəyişiklikdən bağlıdır. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Tibb Universitetinin tələbələrinin istehsalat təcrübəsini, eyni zamanda praktiki fəaliyyətini daha da artırmaq məqsədi ilə bu qaydada dəyişiklik etmişdir. Qaydaya əsasən bundan sonra vətəndaşlar necə ki, təbbin tabeliyindəki dövlət tibb müəssisələrinə birbaşa gedirdilər, həm ambulator, həm stasionar tibbi xidmət üçün. Ancaq bu xəstəxanalara, Tibb Universitetinin xəstəxanalarına stasionar xidmətindən birbaşa istifadə edə biləcəklər. Bildiyiniz kimi, Tibb Universitetinin nəzdində tədris terapevtik, tədris cərrahiyyə, eyni zamanda Bakı Sağlamlıq Mərkəzləri vardır ki, burada tibbi xidmətlər göstərilir və qayda dəyişikliyindən sonra stasionar tibbi xidmətdən pasiyentlər göndəriş vərəqəsi olmadan istifadə edə biləcəklər. Bəs ümumən əsas suallardan biri özəllərə müraciəti. Çünki bəzi insanlar dövlət xəstəxanalarındansa özəllərə müraciət etməyi və orada müalicə almağı daha üstün tuturlar, daha özlərini güvənli hiss edirlər. Özəllərə birbaşa göndəriş olmadan getmək olmur. Bu göndərişi biz necə alırıq? Hər kəsdə belə bir fikir var ki, sanki tibbi sığortadan istifadə etmək üçün, yəni birbaşa mütləq poliklinikaya müraciət etməliyik biz, yoxsa necə? Poliklinika ailə həkimidir, xəstəni daha yaxşı tanıyır. Təbii ki, belə deyək, bütün səhhətinizdə olan problemləri istəyir və ailə həkimi sizi daha yaxşı tanıya bilər. Amma göndəriş vərəqəsi, əgər özəl tibb müəssisələrinə göndəriş vərəqəsinin alınmasından söhbət gedirsə, mövcud qanunvericiliyə görə siz poliklinikalar heç bir özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verə bilmirlər. Onlar yaxınlıqdakı digər böyük dövlət xəstəxanalarına göndəriş vermək hüququna malikdir. Özəllərə göndəriş vərəqəsinin verilməsi böyük dövlət tibb müəssisələri, tibb mərkəzlərinə aid bir hüquqdur və əgər hər hansı bir tibbi xidmət, xəstəyə lazım olan tibbi xidmət həmin dövlət tibb müəssisəsində və yaxud yaxınlıqdakı digər dövlət tibb müəssisələrində yoxdursa və yaxud hər hansı bir səbəbdən göstərilməsi mümkün deyilsə həmin dövlət tibb müəssisələrində özəl tibb müəssisələrində göndəriş vərəqəsinin verilməsi mümkündür. Aynur xanım, mən bir daha bunu sizdən soruşum. Bu zaman biz poliklinikaya gedib, oradan dövlətə gedib, oradan deyək ki, özələ gedirik, yoxsa birbaşa ilə dövlət xəstəxanasına müraciət edə bilərik? Birbaşa dövlət tibb müəssisəsində ixtisaslı həkimə müraciət edə bilərsiniz. Məsələn üçün deyək ki, ən çox verilən göndəriş vərəqələri ürək-damar xəstəliklərinə bağlıdır. Böyük dövlət tibb müəssisələrinin birində kardioloqa müraciət edib, əgər onun göstərişi olarsa, tibbi zərurət olarsa, tutalım ürək əməliyyatları və s. bunlara göndəriş vərəqəsi almaq mümkündür. Bəs birbaşa hər hansı bir özələ müraciət edə bilərəkmi? Çünki özələ müraciət edirsən, yaxınlaşanda soruşurlar, siz sığorta xəstəsiniz, bu sual olunanlar. Mümkündürmü birbaşa özəl tibb müəssisələrinə birbaşa müraciət zamanı vətəndaş öz cibindən ödəyir. Stasionar tibbi xidmətlərin göstərilməsi zamanı bayaq qeyd etdiyim Tibb Universitetinin 3 klinikasında isə stasionar tibbi xidmət üçün müraciət etmək mümkündür. Bu hansı halda mümkündür? Tutaq ki, dövlət və yaxud özəl tibb müəssisəsinə müraciət etmişsiniz. Məsəl üçün, pasiyentə qoyulubdur, böyrək daşı əməliyyatı olmalıdır. Artıq pasiyent bilir ki, planlı şəkildə bu əməliyyata getməlidir. Siz istənilən pasiyent dövlət tibb müəssisəsinə də yaxınlaşa bilər. Eyni zamanda Tibb Universitetinin 3 klinikasından birinə də yaxınlaşıb həmin əməliyyatı oluna bilər. Aynur xanım, bir də müəyyən xəstəliklər var ki, bununla bağlı niyə hələ də tibbi sığorta paketinə salınmaması ilə bağlı suallar bizə gəldi. Bunlardan da əsasən onkoloji xəstəliklər idi, daha sonra stomatoloji xidmətlər idi, bəzi ginekoloji xəstəliklər var idi. Bununla bağlı, yəni planlar nədir və yaxud salınması gözlənirlərmi və ümumiyyətlə tibbi sığorta paketinə, zərfinə daxil olunan xəstəliklər nəyə əsasən seçilir?
Sualı elə ən verdiyiniz düzgün, diqqət yönətdiyiniz düzgün nöqtədən başlayayım. Zərfə ölkədə əlillik və ölüm riskinə səbəb olan tibbi xəstəliklərin salınması prioritet məsələ daşıyır. Yəni, ölkədəki son 5 ildəki ölüm, əlilliyə gətirən səbəblər, xəstəliklər müəyyən olunur və zərfə daxil edilərkən əsas bu amillər nəzərdə alınır. O ki, qaldı onkoloji xəstəliklərin daxil edilməsi ilə bağlı agentlik artıq 1 ilə yaxındır ki, Milli Onkologiya Mərkəzi ilə bununla bağlı müzakirələr aparılır, birlikdə hesablamalar edilir. Yeni zərfin 25-ci ildə hazır olacağı nəzərdə tutulub. Yəni, bu müzakirələr nəticəsində onkoloji tibbi xidmətlərdən də hansınınsa ora daxil edilməsi müzakirə mövzusudur. Stomatoloji tibbi xidmətlər mövcud deyildir. Bildiyiniz kimi, bütün dünyada da stomatoloji tibbi xidmətlərin göstərilməsi zərfə daxil edilmir. Ginekoloji xəstəliklərdənsə böyük hissəsi demək olar ki, daxildir. Mən məsəl üçün burada deyərdim doğuş-doğuşa yardım xidmətləri, hamiləliyin bütün izlənilməsi və s. və yaxud hər hansı qadın xəstəliklərinin aradan qaldırılması ilə bağlı ginekoloji xidmətlərin böyük əksəriyyəti zərfdə mövcuddur. Bir də bir məsələ var. Bax, bir izləyicimiz soruşub ki, hepatit C tibbi sığorta paketinə daxildirmi? Bəli, onun müalicəsi, müayinəsi daxildir, bəli. Müraciət edə bilərlər. Bir də bir nüans var ki, biz tibbi sığortaya müraciət etdikdə, deyək ki, bir xəstəliklə bağlı bir xəstəxanaya getdik, artıq o xidmətdən yararlandıq, amma bizi cavab qane etməli və ya hər hansı suallarımız var. Eyni prosedurla bağlı yenidən tibbi sığortaya müraciət edə bilərikmi, yoxsa bunun limiti var ki, bu ay bir dəfə ancaq siz tibbi sığorta ilə bu müayinədən keçə bilərsiniz? Tibbi sığortada belə limit yoxdur. Bəzən olur ki, xəstələr həkimlə və yaxud aldığı tibbi müayinə nəticəsindən qane olunur. Heç bir limit olmadan digər həkimə müraciət edə bilər pasiyent və həkimin də əgər tibbi göstərişi varsa, hər hansı bir müayinələrin aparmasına zərurət duyursa, xəstəni həkim göstərişi ilə tibbi zərurət varsa, digər müayinələrə yenidən yönləndirə bilər. İzləyicimiz yazıb, vətər dartınması diaqnozu icbari tibbi sığortaya daxildirmi? Mən həkim deyiləm və bu sahə üzrə də düzünü deyim ki, bütün xəstəliklərdən bağlı məlumatlı deyiləm. Zərfdə təqribən 3500-ə yaxın tibbi xidmət mövcuddur. Əgər belə deyək, pasiyent bu barədə daha çox məlumat almaq istəyirsə, 1542 çağrı mərkəzinə müraciət edə bilər, amma ən yaxşısı ona həmin o diaqnozu qoyan həkimdir. Həkim diaqnozu qoyanda onsuz da bizim həkimlə təmasımız olur və ondan bir sualı, onu da soruşmaq olar ki, sığorta bunu qarşılayırmı, qarşılamırmı? Yəni, həkim ən yaxşı bütün bu sualları cavablandıra bilən şəxsdir xəstə üçün. Doğru deyəm, bir daha xatırladaq ki, əgər hansısa bir xəstəliyin ölüm, risk, həyati təhlükəsi varsa, əsasən bu xəstəliklər və eyni zamanda maliyyə yükü çox yüksək olan xəstəliklər, adətən bunlar tibbi sığorta paketinə daxildir. Bir məsələ var ki, biz indi bilirik ki, bəzi əməliyyatlardır, yəni müalicələrdir, bunlar tibbi sığorta paketinə daxildir. Bəs müayinələr necə? Həkim müayinələri? İstənilən ixtisaslı həkim müayinəsi icbari tibbi sığorta ilə qarşılanır. Əgər həkim hər hansı bir diaqnozu, xəstəliyi müəyyənləşdirmək üçün əlavə müayinələrə, belə deyək də, ultrasəs müayinəsinə, laborator müayinələrə ehtiyac duyarsa, MRT, KT, ekokardioqrama və yaxud belə deyək, digər orqanlarda olan tibbi müayinələrə ehtiyac duyarsa, xəstəyə göndəriş vərəqəsi verir, yəni tibbi zərurət varsa, xəstəni digər müayinələrə həkim baxandan sonra yönləndirə bilir. Və bir nüansı sizdən soruşmaq istəyirdim. Bax, izləyicilərimiz növbə ilə bağlı şikayətləri çox edirlər ki, bəzən deyək ki, MRT-yə düşmək istəyirik, xəstəxanaya gedirik, çox uzun növbə var və burada yəni sonradan təcili tibbi yardımdan gələn xəstələr var və orada əməliyyatı icra olunan xəstələr var ki, o növbəyə girirlər və biz günlərlə yəni gedib o müayinəyə düşə bilmirik, növbəyə düşə bilmirik. Bununla bağlı hər hansısa bir iş görülürmü? Çünki tibbi sığortada ən çox gələn suallardan biri növbə məsələsidir. Doğrudur. İcbari tibbi sığortadan sonra da müraciət edənlərin sayı həddindən artıq artmışdır. Xəstəxanada da növbələri biz də izləyirik. Bununla bağlı bildiyimə görə təbib xəstəxana işinin təşkili istiqamətində onlayn randevuların götürülməsi istiqamətində iş aparırdı. Vaxtilə bu işi agentlik başlamışdır. Hazırda isə tibb müəssisələri tabi olduğu üçün bununla bağlı böyük işlər aparılır. Yeni klinikada mən bildiyimə görə onlayn
randevu sistemi artıq mövcuddur. Yəni bunu götürüb həmin vaxta getmək. Çox üzr istəyirəm, yəni onlaynda da bax o şikayətlər edirlər ki, onlayn növbə götürüb də gedirik, amma daha sonra belə deyək də force major hallarda ki, gələn xəstələr var. Biz saatlarla gözləyirik, nəticə yox. Doğrudur. Əgər stasionarda və yaxud hər hansı bir təcili tibbi xidmətə ehtiyacı olan varsa, mümkündür. İnanın, həkim qəbulunda da elədir. Mən bir dəfə oğlumla həkimi gözləyirik, ailə həkiminin qəbulundayıq və bizim növbəmizə demək olar ki, az qalıb, ikinci, üçüncü adam. Bir nəfər gəldi, hayküydən keçdi, hamımız etiraz edir ki, siz hara keçirsiniz? Dedi ki, qanuna görə uşağın qızdırması varsa, mən heç bir növbə gözləmədən həkimin qəbuluna keçməliyik. Biz də soruşduq tibb bacısından, dedi ki, bəli, doğrudur, belədir. Yəni, əgər onun uşağının temperaturu varsa, o növbə gözləməməlidir, növbəsi keçməlidir. O cümlədən də xəstəxanada, yəni stasionar xəstələr olur, əməliyyata gedən xəstələr ola bilər, hər hansı bir qəza nəticəsində xəstəxanaya gətirilə bilən təcili tibbi yardıma bizdən daha çox ehtiyacı olan, çünki biz planlı xəstələr sayılırıq. Əgər orada növbə ilə gözləyirsə, onlara öncəlik verilir. Siz qeyd etdiniz ki, növbə gözləmədən keçən xəstələr, ümumiyyətlə növbə gözləmədən başqa kimlər keçə bilər? Yəni dediyim kimi təcili və təxirə salınmaz yardıma ehtiyacı olanlar. Çünki çox üzr istəyirəm, bəzən şəhid ailə üzvləridir, qazilərdir. Yəni bunlar da növbəsiz keçə bilərlər. Xəstəxanalarda əgər görürsünüz ki, bununla bağlı elanlar da vurulur qeydiyyatın üzərinə, bununla bağlı məlumat da yazılır. Bəli, onlara da bu güzəştlər verilmişdir. Qazilərimizə verilmişdir təbii ki. Bir də Aynur xanım, bax, şikayətlərdən biri elə xəstələrin özü tərəfindən müraciət edənlərin özləri deyirlər ki, bəzən görürsən ki, bir adam, deyir, hətta biz orada yəni resepsiyonda xanım xəstə arasında olan söhbətdən başa düşürük ki, eyni adam bir müayinə üçün hər ay gəlir və məsələn ona ehtiyac olmayan sığorta ilə də bir dəfə evdən çıxmışam deyib, bütün orada nə xidmətlər var, hamısından yararlanmaq istəyir. Yəni lüzumsuz, ehtiyac olmadığı təqdirdə. Bununla bağlı hər hansı bir sistem qurulacaqmı? Yəni ya da planlaşdırılırmı? Doğrudan da bu cür o deyir xəstəlik xəstəsi olan adamlar var ki, heç bir şikayət yoxdur, amma deyir getmişəm bu hər şey yoxlansın məndə və davamlı şəkildə hər ay hər şeyini yoxlatmaq istəyir. İcbari tibbi sığorta heç kimin müayinə olmaq haqqını ala bilməz. Əksinə bu sistem onun üçün yaradılıb ki, insanlarda xəstəliklər vaxtında aşkar edilsin və daha tez onun üzərinə düşürsün. Ancaq burada bir məqam var. Bu müayinələr xəstənin arzu istəyindən yəni müəyyən edilmir. Xəstə gedir həkim qəbuluna. Əgər həkim ehtiyac duyursa, hər hansı bir əlavə müayinələrin aparması, laborator analizə yönəldirməsi və yaxud diaqnostik, funksional tibbi müayinələr yönəldirməsə, bu artıq həkimin qərarıdır. Yəni, xəstənin arzu istəyi ilə mən ultra səs müayinəsinə keçmək istəyirəm və yaxud filan analizləri vermək istəyirəm, bu bununla müəyyənləşdirmir. Və izləyicilərimizdən suallar da gəlməyə davam edir. Tibbi sığorta ilə bağlı çox suallar adətən gəlir. Nevroloji xəstəlikləri soruşurlar. Mən sadəcə qeyd edim ki, əgər məlumatınız varsa bunları deyin. Nevroloji xəstəliklər tibbi sığortaya aiddirmi? Bəli, müayinə, müalicəsi daxildir. Həkim müayinəsinə gedə bilər, lazımdırsa əlavə tibbi müayinələrə yönləndirilə bilər xəstə. Mədə problemləri ilə bağlıdır. Bəli, daxildir. Daha sonra bax, mən istəyirəm, baxım, izləyicilərimizin də sualları yaranmasın. Və bir məsələni qeyd edirlər ki, bəzən deyir, biz tibbi sığorta ilə bağlı, yəni məsələn, sığortalı xəstə olduğumuzu dedikdə həkimlərin bizə yanaşması biraz fərqli olur və yəni bizə də o güvən vermir artıq o həkimin nə müalicəsi, nə müayinəsi, nə diaqnozu. Bu cür hallar, yəqin ki, var ki, insanlar bunu deyirsə, mütləq şəkildə bu cür insanlar var, həkimlərimiz var. Təəssüf ki, bununla bağlı hər hansı bir iş görülürmü? Yəni, icbari tibbi sığortadan sonra insanlar düşünürlər ki, biz uzun illər həkimə hər hansı bir xidmət göstərəndən sonra onun vəsaitini bəlkə də cibimizdən ödəməyi öyrənmişik və indi insanlarımıza deyirik ki, artıq sığorta mövcuddur, bu ödənişləri etməyə ehtiyac yoxdur. Yəqin ki, həkimlə pasiyent arasında güvən hissinin, etimadın, etibarın yaranmasına bağlanılır bu məsələ. Yəni, sırf psixoloji, emosional amillərdən bağlıdır. Amma bundan narahat olanlara bildirmək istəyirəm ki, yəni icbari tibbi sığorta hesabına bütün tibbi xidmətlərdən, zərfə daxil olan bütün tibbi xidmətlərdən istifadə edə bilərlər. Əgər hər hansı bir həkimdə bununla bağlı qoyduğu diaqnoza inamsızlıq olarsa və yaxud müalicənin, müayinənin gedişatından narazılıq olarsa, digər eyni ixtisas həkiminə xəstəxana daxilində əlbəttə ki, yenidən müraciət edə bilər. Bir daha biz qeyd edək ki, icbari tibbi sığorta ilə əgər siz müraciət edirsinizsə, bu o demək deyil ki, siz o həkimə pulsuz müraciət edirsiniz. Sadəcə sizin əvəzinizə o həkimə pulu dövlət ödəyir. Tamamilə doğrudur. Pulsuz müraciət demək deyil, bu yanlış anlaşılmasın. O həkim
həkimlərin pulu da ödənilir, sadəcə sizin əvəzinizə dövlət tərəfindən ödənilir. Bir şey də soruşmaq, çox suallar gəlir ki, bu xəstəlik daxildirmi, filan şey daxildirmi? Ümumiyyətlə, bununla bağlı informasiyanı hardan ala bilərlər? Siz qeyd etdiyiniz bir qaynar xətt istəyirəm, onu bir daha təkrar edək. 1542 bizim 24 saat fəaliyyət göstərən qaynar xəttimizdir. Eyni zamanda icbari tibbi sığortanın saytı var, its.gov.az. Ora daxil olub 24 saat bot xidmətidə də, orada da real operatordur, orada əyləşib bütün sualları cavablandırır və yaxud zəng vurdunuz, dediniz ki, bəzən deyirlər, düşə bilmədik və s. Elə sayta daxil olub, orada zəng xidməti sifariş etmək mümkündür. Mövzunuzu qeyd edirsiniz, zəng xidməti ilə həmin xidməti alırsınız. Saytda bütün sığorta zərfinə daxil olan tibbi xidmətlərin siyahısı mövcuddur. Həmin siyahısı ilə tanış olmaq mümkündür. Əlavə sualınız varsa, təbii ki, yenə də bizim çağrı mərkəzimizə müraciət edə bilərsiniz. O cümlədən dediyim kimi, ən yaxşı yollardan biri artıq müayinəsində olduğunuz, sizi tanıyan həkimlə danışıb, sizə qoyulan diaqnozların təminatda olub-olmadığını da oradan da müəyyənləşdirə bilərsiniz. İzləyicimiz yazıb ki, rayon qeydiyyatında olub Bakıda yaşayan vətəndaşların yaşadıkları yer üzrə xəstəxanada sığorta xidmətindən yararlana bilmədiklərini deyirlər. Bu proses necə tənzimlənir? Ailə həkimi, yəni poliklinikalar istisna olmaqla digər bütün dövlət tibb müəssisələrinin xidmətlərindən, yaşayış yerindən, qeydiyyat yerindən asılı olmayaraq yararlanmaq mümkündür. Tutaq ki, məsəl üçün Gədəbəydə qeydiyyatdadır, amma Bakıdakı Semaşqaya müraciət edir, Respublika Klinik Xəstəxanasına müraciət edir. Yəni, burada belə bir məhdudiyyət yoxdur. Ailə həkimləri, poliklinikalar isə bildiyiniz kimi sahə prinsipindən fəaliyyət göstərdiyi üçün o xidməti göstərmələr. Bir mesajımız da var, istəyirəm, vaxtımız da çox az qalıb, onları da səsləndirim. İzləyicimiz yazır ki, damar cərrahiyə müraciət etdim, Doppler müayinəsindən keçdim və həkim dedi, əməliyyat olmalısan. Bu zaman sığortaya müraciət edə bilərəm. Əslində həkimdən soruşdum, həkim də dedi, sığorta ilə olsa fəsadlar ola bilər. Mən bilmirəm, sığorta ilə olsa fəsadlarını nəyə nəzərdə tutub. Böyük dövlət tibb müəssisələrinin bir çoxunda həmin əməliyyat həyata keçirilir. Pasiyent, əgər belə başa düşürəm ki, planlı əməliyyatdır, seçə bilər, maraqlana bilər və öz etimad etdiyi tibb müəssisələrindən birinə, həkimlərdən birinə müraciət edə bilər. Bir də izləyicilərimizdən biri də yazıb, yenə göz əməliyyatına bağlı ki, mirvari suyu var Göyçaydan izləyicimiz yazır. Bir daha qeyd edək, çünki bu göz əməliyyatları ilə bağlı hansı xəstəliklər bu zaman tibbi sığortadan istifadə edə bilər? Linzaların qoyulması aid deyil? Aiddir, əlbəttə ki, aiddir, bəli. Linza aiddir. Özdə əvvəllər belə bir iradlar tuturdu, bəzən xəstələrimiz deyirdi ki, sığorta hesabına olan linzalar keyfiyyətsizdir, Hindistandır və s. Yəni, artıq 2 ilə yaxındır ki, Amerika istehsal olan linzalar verilir tibb müəssisələrinə, sığorta hesabına əməliyyat olunanlara qoyulur. Bütün tibbi səhvlər daxildir. Buyurun. Linzalarda bəzən, xüsusən də özəllər linzanın pulunu alırlar, əməliyyatın pulunu deyir, sığorta ödür, ancaq linzanın pulunu vətəndaşdan bu zaman bu halda ola bilir ki, xəstə icbari tibbi sığortanın verdiyi linzadan imtina edir, digər bir linza seçir. Xəstənin də əlbəttə ki, belə bir imkanı, şansı, hüququ vardır ki, o başqa linzaları da seçə bilsin. Və son olaraq vaxtımız artıq çox az qaldı. Ümumiyyətlə, icbari tibbi sığorta paketinə nələrin yeni zərf paketinə daxil olunması, yəni bu bilinirmi hələ, yoxsa 24-cü ildən başlayaraq yeni tibbi xidmətlərin daxil edilməsi ilə bağlı müzakirələr aparılır. Bu müzakirələr ixtisas həkimləri ilə birlikdə aparılıb. Travmatoloqlardır, kardiocərrahlardır, oftalmoloqlardır və zərfin yenilənməsi 3 istiqamətdə gedir. Birincisi, təbii ki, yeni tibbi xidmətlərin daxil edilməsidir. İkinci isə mövcud tibbi xidmətlərin adını daha təsvirli, daha dolğun yazılsın ki, istənilən xəstəxana heyətində hər hansı bir tibbi xidmətin zərfdə olub-olmaması barədə sual olmasın. Üçüncü isə ilə bu tibbi sərflərdən bağlıdır. Tibbi sərfdən tibbi xidmətin dəyəri bir-birindən ayrılır. Məsələn, əvvəllər oftalmoloji tibbi xidmət göstərən zaman linzanın dəyəri də həmin tibbi xidmətin dəyərindəydi. Yəni, ikisi bir yerdə hesablanırdı, belə deyək. İndi isə artıq ayrı-ayrı bu tibbi xidmətin və tibbi sərfin dəyəri ayrı-ayrı ödəniləcəkdir. Və biz gözləyirik ki, yeni zərf daha zəngin olacaqdır, pasiyentlərin daha ehtiyaclarına uyğun təşkil olunacaqdır. Təşəkkür edirik, çox sağ olun. Düşünürəm ki, bütün izləyicilərimizi maraqlandıran
sualları cavablandırdıq, onları da qane edə bildik. Qeyd edim ki, bugün İcbari Tibbi Sığortadan qonağımız Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova bizimlə idi. Təşəkkür edirik Aynurə xanım. Bizə bugünlük ayrılan saatin sonuna gəldik. Çatdıq, sonda təşəkkürlərim var Podium Parka. Minnətdarlığımı bildirirəm geyim üçün və saç makyaj üçün. Qrim ustamız Kəmalə xanıma da burada minnətdarlığımı ifadə edim. Beləliklə, bugünlük sağollaşıram. Sabah eyni saatda, eyni məkanda yenidən evinizdə qonaq olacağıq. Allah amanında qalın.